Gahi mənim əlaqəm çəkəydi, gedəydim Tehrana, mərhum Hacı İsmail Xan Dulabi rəfalərdən idi. Və vaxırda televizyon Mah Ramazanda gahi suxandanların qoyuydu. Kulahı idi. Ləbbəs olmamışdı libas ruhani, amma o qədr uləmalarla oturub durmuşdu, coşmuşdu sinəsi. Deyirdi, mən hər nə almışam, İmam Hüseyndən almışam. Birisi mənə deyirdi ki, bilirsən, bu təhəvvül hardan gəlibdi, mağa bilməyəm ki. Buyurdu ki, atam nəql idi ki, bir dəstə odun İmam Hüseynin ehsanına vermişik, bir dəstə odun. Bu odun bizim zindəcimizi çöyürürdü. Gözü Xabanini Tehran edilər. Dulab məhəllədir, bir məntəqədir Tehranda. Qədim zamanı Xabanini buzurcu Tehrandan imişlər. Deyir, amma mütədəyin adammışlar. Mərhum-i Şahabadi mudam deyir bizim evə gələrdi. Hətta bir dəfə atamla əyləşmişdi mərhum-i Şahabadi. Atam dedi, ağa bizə bir muizə eləcinəm. Mərhum-i Şahabadi buyurdu, əgər biz hamımız təşni olaq, bu evdə doğrabənd, şişəbənd olaq, içi dolu su ilə, aya o suya baxmaqla təşnəci rəf olar. Atam dedi, xeyr. Dedi, əgər sər-i suzən surax eləyib, ağzımızı qoyub oraya sorsoy nədir? Dedi, təşnəlikdən nicat taparı, ölmərik. Bəd buyurdu, mərhum Şahabadi, Ustad Həzrət İmam da buyurdu ki, insan gərək aləmi həqiqətə heç olmasa bir surax aça aləmi həqiqətdən mənəviyyətə, dəryaq-i mənəviyyətə, ta sirab ola. Və ilə baxmaqla olmaz, deməklə olmaz. Gərək dadasa, mən ləm yazıq, ləm yədri. Dadmayan başa düşməz, gərək dadasa. Həqaiq dadmalıdır. Bəd buyurdu ki, atam deydi ki, mən məşğul namazdım, təzə izdivac eləmişdim, qapımız döyüldü, bir xanım gəldi, bilməyəm nə istədi, sənin də anan onu qeyqərdi, qapıdan əli boş, namazdan sonra sual elədim, kim idi? Dedi, bir xanım idi, gəlmişdi, odun istəydi bəray məclis ehsan-ı Əbu Abdullah Hüseyin. Mən dedim ki, ağa məşğul namazdır və mənim icazə yoxumdur. Bu xanım evdə ki, əmanətdar ola da. Sifət xanımdan budur ki, kişisinin malına əmindir. Və əmanətdar ola. Dedim, mənim icazə yoxumdur, narahat oldu. Atam deyil, narahat oldum, durdum, özüm odunu bağladım, attım şələsin dalıma. Barı özüm attımdan, şəxsiyyətli adamlar, hamı tanıyır. O xanımın dalıqsız qaçdım, gözü mənə düşdü, möhkəm siriylə üzünə vuruydu. Üzünə vuruydu ki, əcəb cəsarət elədim, sənin evdə gəldim, ağa cəsarət elədim. Mən də ondan aram danışdım, dedim, hamımız Əbu Abdullah Hüseynin qapısının möhkəriyi ya. Bilməmsə bizə baxar. Burada ağa yoxdur, hamımız möhkəriyi. İmam Hüseynin qapısında nökər olmaq iftixardır. O qət dedim, bu xanımı aram elədim, ta qapısında qoydum o yükü yerə, şələmi qoydum yerə, hövzümü qoydum yerə. Deyitdim, elə gəlib evə balaca yuxuya getmişdim, gördüm, çağırırlar bizi, deyirlər, bu xanavadan nəhli, bu illəri Kərbəlanı verdik sizə, gəlin Kərbəlaya. Yuxudan oyandım, heç kəsə demədim. Dedim, mənə deyərlər ki, xiyalati olurdu. Xal keçdi, cəryan birdən həyətdə əyləşmişdi, bir də gördü, carçı, car vurur, hər ki davrət həvəsi Kərbəla. Bismillah. Hər ki davrət həvəsi Kərbəla. Bismillah. Hər kəsin havayı Kərbəla var idi, gəlsin. Elə bil bu səs evə düşəndə çördü hamını, oğlu əvəz oldu. Hamı, bizdən neçə qardaş idi, hamımız zürriyağa düzülür Kərbəlaya. Nəyimiz var idi, tamam darayətimizin hamısını nökərlərimizə tapşırdıq. Hamısı. Ta gedək Kərbəlaya, getdi və yolda qardaşlarıma nəql edin, dedim, dəvətnamə gəlib, o gedir. Beduni dəvətnamə olmaz. İnsanı dəvət edib aparırlar. Mənəviyyət dəvətnamə istəyir. Qoy görəcəm bir dənə odun, bir dəstə odun qapını açı insanın üzünə. Bir bənd odun o.
Ben Allah o cür oğul verək, mərhumu Dülabi təki. Deydi, atamla sonra da həm qaçağı gedəydik. Amma nə vardı, hamısından yuhi vurmuşdum dalıma. Atam qabağım çəkiliydi, qahi mənim ayağım dəyid yerə, yıxılıydım, dəyidim yerə, dizim əziliydi. Ondan tez duraydım, ayağa deydim, atam görməsin, narahat olar. Atam dönüp mənə baxıydı, dedi, oğul ne oldu? Dedim, heç necəran olmacın, heç də mən olmayıb. Bu da atanın hürmətini saxlamaq. Deydi, odur getdik, gecə nədir yolları keçdik. Deydi, Fərahda çatanda gördüm, Fərah deyil, yavuzi. Fərahda səslənəyimsin üçün. Bu pərdəni hər səsi götürməzlər ki. Əhlic götürəyir. Gördüm, Fərahda səs demək, yavuzi. Ondan yavuzi mənim sinəmi açdı. Köklü hikməti mənim sinəmə. Mədinə rəhmə, ər-rəhmətin musulə, ora gerek gidip çatasan. Mədinə rəhmə, insanı tərbiyyət edirlər. Pederi alemi vücuddular, pederi həqiqi insandılar. Verir, mukabil ne verirlər?